Sabahınız xeyir qızlar. Nəhayət yorğanı tapdım. Yəni Yağmurun bu uşaqlıq qırvatının matrasıdır. Tərtəmiz qalıb. Bir dəfə də çiklənməyib, bir dəfə heç yumamışam da. Tərtəmiz də qalıb. Neçə il üstündə yatıb hardasa 6 il, 7 il yatdı. Sonra mebel yığdırdıq, böyük qırvatlar elədik. Yağmış buna daha 6 il. Buna yerləşmirdi. Bu yorğanları da ki, mamam uşaqların adına sırmışdı, hərəsinə biri. Sadəcə olaraq bilmirəm Yağmış hansı rəngini istəyəcək, amma sırınması öz sırınmamdır. Baxın, simmetriyada, ölçülər hamısı eynidir. Maşallah olsun, maşallah olsun. Burada da əzyaldı falandı. Pərdədir. Mən mitilə qoyanda bütün üzdüklərini çıxardıb qoyuram. Sanki üzlə qoyanda nə bilim özüm darıxıram. Üzdüylə qoymuram. Belə qoyuram. Sonra istifadə edəndə üzdüyünü taxıram yorğanın. Öz üzdüyünü sonra da badədyanika keçirdirəm. Deməli qızlar, Yağmur yuxudan durdu. Bu yorğanı seçdi. Bundan beləliyinə baxma. Artıq saflardı. İndi onlar da bunlar olan şeydir. Artıq saflarda düyünü bağladığım, pikdiyim yerlərdir. İndi bunlara qəşəng üz keçirdəcəm. Sonra da padədiyalni. Deməli bu Yağmur seçdisə, bu da Zeynəbindir. Çünki bunlar təzə yorğanlardır. Heç işləməyib, heç bir dəfə də üstə taxılmayıb. Və burada da əzyallarımız var. Yağmurun əzyalı buradadır. Və bu baduşkalardır. Pərdədir falandır, ədyallardır. Deməli qızlar, Zeynəbi unutmuşam. Necə unutmuşam? Deyəcəksiniz ki, bu nətər unutqanlıqdır. Elə bilmişəm ki, bu günlər 4-cü gündür. Zeynəb deməli 2, 4, 5 hazırlıqda olur elə məktəbin özündə. 1, 3-də tez çıxır öz vaxtında, dərsin saatında. Mən də elə bilirəm ki, bugün 4-cü gündür. Zeynəb saat 2-də çıxacaq. Böyük qızım da saat 2-də məktəbə getdiyi üçün onu qoyub, böyük qızımı qoyub, balacı qızımı götürürəm də. Yağmuru qoyub Zeynəbi götürürəm. İndi qaçıram, məni öldürəcək, kəsəcək %100. Deyəcək, ay ana, bəs mən necə unuda bilərsən? İlk dəfədir ki, belə olur, başımıza gəlir. Baxın, baxın, gəldiyini mənə danlayacaq. Ay ana, haradasan deyəcək. Baba. Yox, qışqırtma deyil. Həqiqətən də nə edəcəm, səsin çıxmır. Hə? Səsin çıxmır. Heç. 300'e kadar saymışım. Neçəyə qədər? 300'e kadar. 300, 300 də gəldi. Nə çox əsəbləşmədin, ay ana, hardasın? Yox, unutmuşam. Hə, yadımdan çıxıb, bax işte. Heç nə olmaz. İlk dəfədir ki, başımıza gələn oyun. İlk dəfədə özdə başın qarışıq olur. Hə, yox. Bu gün elə bilmişəm, saat 2-də çıxırsan Zəzi. Ona görə arxayın bacıya deyirəm ki, onsa bir yerdə çıxacaq ya Zəzi. Zəzinlə götürüb gələcəm evə. Güzel falan gördüm. Aşkım Valina'nın aşkında almamıştım. Heç kəs qalmamışdı. Şərif xalaya yaxınlaşdım. Dedim ki, Şərif xalanın zəng edebilirsiniz. Ondan sonra biraz gözlədik. Gördük ki, gəlmir. Axırda Şərif xala zəng edir. Mən də Şərif xala zəng eləyib mənə. Deyirəm ki, bəs deyir, haradasan? Deyirəm ki, evdə. Deyir, bəs sən qızın çıxmır. Deyirəm ki, bu gün neçənci gündür? Deyir, 3-dür də. Deyirəm, hayda, bu gün qaça. Neyse 4-cü gündür. Bacı da özü təzə yoxdan durmuşu, yemək yeyirdi. Yorğan zat çıxartdım bacıya, o birisi yorğanı. Gəl. Hə, günləri səhv salmışam. Çünki beynimdə... Ondan gitməyək. Onlar da orada dayanır. Yaxşı da. Buna gecikmə tripləri indi gəlib, bax. Nə deyirsən? Səmaya abla çıxırsan. Bayaq deyir, heç nə olmaz ana deyir. Bir dəfə olur. Həmişə olmayıb ki deyir. Nə deyir ki, Səmaya yaddan çıxartmırsan, sonradan siqnal çatıb buna. Məsi, girmə, keç. Gəl Zeynəb, gəl Meymun. Keç. Gəl. Zeynəb, gəl. Yox.
İçəridə, içəri, evə. Açık mı da? Freyzete 40 bin tane telli yazmışım. Baş mı xarab olub? Uşağım kafa işlədim, kafa. Vay, ne bu? Mən qızlar Zeynəbi qoydum evə. İndi də evdə dajı qoydum, Yağmuru apardım məktəbə. İndi də qoydum, qayıtdım, gedirəm evə. Gedim evdə işlərimi tamamlayım. Yəqin ki bir gün vlog paylaşa bilməyəcəm və bu səhərsi günüdür, sizinlə paylaşacaq deyə. İnşallah görək nə olur. Demək qızlar Zeynəb gələndən deyir, ana başım ağrıyır, narahatam məktəbdən gələndən. Baştan danışım. Hə, sən danış yaxşı. Sonra başım artık dərman içdim. Ondan sonra məktəbdə təzim ağrımaya başladı. Əslində 4 saat saxlayıb, mənə də 4 dərsim olur. Amma biz sizlər üçün, çünki çox şey yazdıq da, onlara test yazdıq, ona görə elə oldu. Neyse, ondan sonra gəldim, başım ağrıyırdı. Gerisində sən başlayır. İndi də gəlib evdə uzanıb, deyir, ana paltarları dağıtdı, qattaladığım paltarları dağıtdı, püskünə qoydu, sağ olsun, var olsun. İndi gəlmişəm, deməli biz Türkiyədə gedəndə belə bir balıq, yox, bu vitamindir, vitamin kompleksi almışdım. İndi onu açacağıq, Zeynep, onun açılan yeri var burada. Buradan. Ha, aşağı. Ha. Sen açsana, ben açacağım. Yaxşı. Versene. Görüm hardaydı. Əli çək. Bu arada bundan jelibon adı gəlir. Yəni mən Deməli Zeynəbin dişi çıxmaq istəyir, çıxa bilmir. Süt dişidir. Bu vəziyyətlər. Əlini çək, yanından dayansın. Yanından dayan. Deməli qızlar, Zeynəb vitamin C-ni içdi elədi və nəhayət dişi tərpənir. Baxın yanından necə dayanır. Bir də belə dayan. Ki dişim belə. Sən dişin düşmür. Buna bax. Hayır qalıb. Süt dişidir, çıxmalıdır və arxa dişləri də çıxmalıdır. Hələ arxa dişini aç. Arxa dişlərində də belə qaraloji karislər düşüb. Böyük qızım da neçə dəfə aparmışdım. Bolom elətdirmişdim. Gördüm xeyri yoxdur. Çünki o süt dişidir deyə tez-tez düşür. Bilmirəm, yaxşı qoymamışdılar. Nədirsə, axırı yəni xeyrin görmədik. Ona görə indi bu dişlər süt dişlərdir. Çıxırlar, sadəcə uşaq yemək yeyə bilmir. Meyve yeyə bilmir, heç nə yeyə bilmir. Diş oynayır. Köfle yemek zorundayım. Deməli girmişik padvala. Bu otaqlarımızın altıdır. Ha, da çəkiliş edirik. Deməli burada yer var. Oho. Burada pəncərə var havalandırmaqdan ötürü. Belə. Oradan bütün külək vurub yarpaqları atıb içər. Çox interesli. Oradan necə vurub? Ha, ay nə qəşəngdir burayı. Buranı bəlkə kirayə verək. Adam boyu çıxsaydı, Ha. evdir də, pasaportunu çıxır. Burada dayanmaq olur. Orada da bəlkə ayaqüstü dayanmaq. Burası qapılar balacadır. Sən heç də bura balaca boylar lazımdır. İndi qayraq sizi. Ora nəsə qoyub. Aa, köhnə qarnizimiz. Günəşlidə qaldığımız qarnizimiz. Belən başqasına qədər quru taxtalarımız var. Burada hamısı lazım olacaq. Əlbəttə ki. Bax, bunların şeyləri var, tükürüb qalıb burada. Bilmirəm, belə. Əvvəl bu umbanik işlədirdik, sonra mebel yığandan sonra çıxartdıq. Mənim səsim də gəlir. Belə bir qarlar pena deyirlər də buna, hə, götürdük. Qoy bunun üstünə mən vurum qoltuğuma aparım.
Sen oradan çık. Bilmirəm, kürəmin qabağına alacağım. Ver mənə. Ver. Prit sokmaq lazımdır. Ha. Presleyip salmaq lazımdır. Çıxmıyor. Ama birinci balonu eləməliyim. Boy hələ ora var. Arasına Bura uşaqların otağın altıdır. O lap qabaq zalın altıdır. Buradan gəldik. Burada bizim otağın altıdır. Və buradan da qaynanamın otağın altıdır. mən belə deyildim. Nəsə Mismarlamaq. mismarlama ya kleyləmək. Bəlkə kəsək arasına sala içərisinə. Çöldən, İçərisinə yaxşı necə salıb tök. Deməli belə bir tenaları kəsdik və bu formada otuzdurmaq istəyirik. Bir də bunu bura yerləşdirə bilərikmi? Girər. Və bunun ölçüsündə bura tut. Bunun ölçüsündə tuturam və bu qədər. Və buradan kəsdik. Tutalım işi görürük. Girəcək. Yavaş olur. Ne olmaz ya. De altın ya. Düz tutursan, haran çəkirsən. Buran çək. Yox, o Camaat yeri. Sax. Deməli Zeynəb gözləri kaso yolu ola toxuma işi edir və səsi toxu görsünlər kankilərin Hamımıza salam verim. Ən əsas biləsi var. Əsas onu salam verirəm. Adını çəkmirəm. çəkə bilərsən. Özün göstərmirik ki onsuz da. Tamam Nuroş, buradan sənə salam verirəm. Bir dənə qolçu tikmişəm bax belə. Toxuyub tikmişəm yox, toxuma. Toxumuşam. İndi ikincisini tikirəm. Toxuyuram. İkincisi Evet. bax balaca çünki hələ təzə başlamışam. Neçə gündür başlamışam. Hoppa güclə qutarmışam. Bir ildə qutarmışam. Bir il tamam. Toxu çəkək. Bax toxu balaca görsünlər şeyi necə ana bir toxuyursan. aya qutarır. Bir həftəyə qutarır. Toxumağı kim öyrənmiş o iş sənə? Anam öyrədi. Üşenə quban. Yağmış da qəşən toxuya bilirdi. Başını buraxıb, kasoylaşdı gözləri. Belə eləmirəm ama özüm gedirəm. Gözüm səhvliyinə gedir. Qızımın əlindən hər iş gəlir. Hər iş. İki qızımın da əlindən hər iş gəlir. Prosu tənbəl olmasalar. Ay. Ay gözdəyir balama. Bir dənə maşallah yazın. Tez burada videonu saxlayın. Bir dənə maşallah yazın balama. Deməli, axşamınız xeyir olsun. İşıqlarımız söndü. Qalmışıq qaranlıqda. Burada da yağmur. Ana. Fənərlə də yanır. Toku çıxart yağmur buna. İndi gedirik. Şoçkidən işıqları söndürüm. Bir dənə ovşu yanıq qoyacağım. Onda nə üçün ovşu? Burada hamısını yazmışam. Baxın, zal, qızlar, yəni qızların otağı biz, yəni İspanyamız, nənə otağı, ayaq yoludur, hamamdır, koxnadır, koridor. Bunları deyəm, bunları söndürüm. Bir dənə option saxlayıram. O da nə üçün? Burada işığı yandırıram ki, koridorda bir göz yansın. İşıq yananda bilək. Uşaq vaxtı oynadığımız bir oyunlar vardı. Motal. İndi biz bunu oynayacağıq. Necə oynayırdıq. İndi başladıq. İndi qoyuram. Biraz kameranı uzadaq. Motal, tərsi, motal, qaymaq, atar, qaysaq, tutar. Çərin, çürün, bağlansın, bu, ayaq, bağla yağmur ayağı. Necə? Qoydu üstünə. Ayağını şurada bak dedim o. Sonra başlayırıq. Motal, tərsi, motal, qaymaq, atar, qaysaq, tutar. Çərin, çürün, bağlansın, bu, ayaq. Səsi bağla. Biraz ayağımı belə qoy. Fərqi yoxdur. Mənim ayağım 2 qaldı, sizin ayağınız tək qaldı. Motal, tərsi, motal, qaymaq, atar, qaysaq, tutar. Çərin, çürün, bağlansın, bu, ayaq bağlandı. İndi tək-tək qaldıq.
Motal, çəri, motal. Yox. Motal, tərsi, motal. Qaymaq, açar, qaysaq, tutar. Sakit. Çərin, çürün, açılsın bu ayaq. Wow, Zeynep de açıldı. Ne diyor? Xırma olacaq. Все. İndi kimdə açılıb? Zeynep'də. İndi biz sayırıq. Yadıma salıram. Sonra motal, tərsi, motal, qaymaq, atar, qaysaq, tutar, çərin, çürün, açılsın bu ayaq. Yox, sənki açılır. Ay, Deməli, Yağmur o tərəfə getmə, birə gəl. Biraz birə gəl, belin açılmasın. Hə. bu çədə. Biraz arxaya. Bilirik. Ay, o qaburğaları öldürdü məni. Deyəm. Hə. Bu nə duruşdu? Deyəm. Belə olmalıdır da. Hə. Deməli, indi biz nə edirik? Yaxşı. İndi Yağmur başını qoyursan, deyəm. Eləmə. Əl üstü kimin əli? Deyəcək, başı qoy aşağı. Zəzə əl üstü. Ne? Qoydun əlvi, qoy. Qoy da əl üst-üstə qoyursan. Hə. Mən niyə əlim belə? Mən niyə əlim belə düşür? Nədir qoy da? Bop. Təsvirimdə mən əlimdə, bir əlimdə kamera var. Əgər mən ürəyimdə tutmuşam əlimi hansı tərəfdə qoyduğumu, baxmırsan, üz o tərəfə. İndi tapırsan, əl üstə kimin əli? Nə bilim mən? Birimizin adını çəkməsin. Səhvdir. Səsdir. Ay, Ona görə nə edirik? Siyadavət. Neyse ki tikim bu dəfə tutmadı. Hə. Nə deyəcəm? Uşaq vaxtı Mən çox gələm, mən oynayırdıq. Yox deyəndə. Uşaq vaxtı bunu çox oynayırdıq. İndi gəl, yaxşı. Da motol eləmirəm. Uzanırsan. Uzan. Gəl. Yox, yaxşı da var. Gözlüyünə baxıb yatan adamlar kimi. Zəlsi, gəl də. İndi Zeynep öz xoşluğu ilə uzanmaq istədi. Çərin çürün eləmə, ana. Çərin çürün getdi çəpişin yanına. Əl üstə kimin əli? Yağmur. Hə, düz tapdın, deyəm. Balta yoxsa çəkic? Balta yoxsa Süpürgə yoxsa silmək? başa düşmürsən. Deməli, bunlardan başını koy. Birini seçməsən, sakit ol. Evdə bizdən başqa hamı yatıb. Deməli, bunlardan birini seçməlisən. Balta olanda belə, çəkic olanda belə, Necə oldu? süpürgə olanda belə, silmək olanda belə. İndi biz bunu yumuşaq göstəririk də. Hansını? Silmək. Silmək. Qışqırma. Deməli, kölgə oyunları oynayırıq. Mən də işlə bacarmam, o görə oynayamıram. Deməli, əlimin kölgəsini necə çəkim, hə? Baxın. Ham. Sən ancaq mən də eləyirəm. Qəşəyənim var. Olur. Sonra necə olurdu? Mən deyim də. Ya. Quşdan başqa işlə bir Gəl Zəzə. O da quşa oxşamır. Sən nə edirsən? Tabii. Balığa oxşadı. Çərtən şey də oxşuyur. Timsaha. Timsaha oxşuyur. Ağzını belə açır. Ya. Elə yox ana. Bunu eləyirik. Gəl mənim yerimdə otur. Zəzi. Yox, sən yox. Sən get yerimə. Bundan qaqası. Biraz belə oynadıqdan sonra yuxumuz gələn vaxtında da işıqlar yandı. Təzədən yuxumuz qaçdı, getdik zala, oturduq, biraz televizora baxdıq, biraz söhbət elədik və sonra da haçan yuxumuz gəldi, qaçdıq, getdik tez yerimizə ki, bəs yataq. Gecəniz xeyrə qalsın. Hələlik.